Dünən axşam saatlarında İran mediası məşhur ruhani Höccətül-İslam Qulamrıza Qasimiyanın Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı həbs olunduğu barədə məlumat yayıb. Xəbəri ilk dərc edənlər sırasında olan yarımrəsmi Mehr İnformasiya Agentliyi ruhaninin həbsinin Səudiyyə Ərəbistanındakı vəziyyətin tənqidinə həsr olunmuş videosunun yayılmasından sonra baş verdiyinə diqqət çəkib və əlavə edib ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanları tərəfindən saxlandıqdan sonra Qasimiyanın durumu barədə heç bir məlumat yoxdur. Çox keçmədən sözü gedən videoda İran saytları və sosial şəbəkələrində paylaşılıb və geniş reaksiyalar doğurub. 1 dəqiqə 40 saniyə davam edən həmin videoda Mədinədəki Peyğəmbər məscidinin qarşısında dayanan Höccətül-İslam Qasimiyan Səudiyyə Ərəbistanı hakimiyyətinin ünvanına sərt tənqidlər səsləndirərək deyib. Bundan sonra əylənmək məqsədi ilə Antalyaya getmək istəyənlər Məkkə və Mədinəyə səfər edə bilərlər. Çünki qibləni qəsb edib ondan pul qazananlar bunun üçün hər cür şərait yaradıblar. Qumarxanalar, əxlaqsızlıq yuvaları, bayağı konsertlər, hamısı hazırdır. Əməvilərin tutduğu işlər burada bərpa olunmaqdadır. Burada baş verənlər təbii deyil, azğınlıq deyil, azğınlığa şuurlu can atmaqdır. Ruhani daha sonra İran-Səudiyyə Ərəbistanı əlaqələrinə toxunaraq həmvətənlərinə müraciətlə bildirib. Diplomatik təmaslara aldanmayın, təzyiqlər qorxulu həddədir. Hətta zəvvarların həcc marifini anlamasına da imkan vermirlər. Açıqlamasının sonunda Qasimiyan bütün bu baş verənlərin zühurun əlaməti olduğunu, İmam Zamanın gələcək qibləyə sahib çıxacağını göstərdiyini bəyan edib. O da qeyd edilməlidir ki, Qasimiyanın bu çıxışı onun əsas iştirakçılarından biri olduğu Məhvil televiziya proqramı ilə canlı yayımlanıb. Məsələyə ilk reaksiya verənlərdən biri tanınmış ictimai-siyasi fəal və keçmiş hərbçi Qurbanəli Salavatiyan olub. O, X platformasındakı hesabında həmin videonu paylaşaraq yazıb. Bu Höccətül-İslam Qasimiyandır. Əvvəllər bir qrup İran-Səudiyyə Ərəbistanı münasibətlərini pozmaq üçün Ərəbistan səfirliyini yandırmışdı. İndi də münasibətlərin genişləndiyi və Səudiyyə Ərəbistanının müdafiə naziri ali rəhbər tərəfindən qəbul olunduğu bir vaxtda bu şəxs Mədinədə Ərəbistan dövləti və hökuməti əleyhinə çıxış edir. Sabah da bunu tutsalar, hayküy qopacaq. Amma Salavatiyanın gözləntisinə rəğmən iş sabaha qalmayıb və video yayıldıqdan cəmi bir neçə saat sonra Qulamrıza Qasimiyan həbs olunub. Digər tərəfdən İran mətbuatında yer alan məlumata görə həmin bu Qasimiyan Səudiyyə Ərəbistanı ilə münasibətlərin pozulmasına gətirib çıxaran birinci epizodun, yəni 2016-cı ilin yanvarında bu ölkənin Tehrandakı səfirliyinə və Məşhəddəki baş konsulluğuna hücumun da təşkilatçı və iştirakçılarından biri olub. Hər halda Qasimiyan özü bu məlumatı təkzib etməyib. Üçüncüsü, qalmaqallı videoda İran hakimiyyətinin yüksək dairələrinə yaxın olan Ruhani təkcə Səudiyyə Ərəbistanına deyil, İranın digər böyük qonşusu olan Türkiyəyə qarşı da həqarət edib və bir növ yalnız İranda əsl İslam hökumətinin olduğunu vurğulamağa çalışıb. Əslində, İran siyasətində super inqilabçılar adlandırılan ultraradikal mühafizəkar cərayana mənsub olan Qasimiyandan başqa mövqe gözləmək də düzgün olmazdı. Təsadüfi deyil ki, o, zühurun yaxınlaşdığına inanan bu cərayanın önəmli siyasi liderlərindən Səid Cəliliyə yaxınlığı ilə tanınır. Qasimiyanın həbsi barədə xəbərin başlığında nüfuzlu entikab portalı onun Cəliliyə yaxınlığını xüsusi qabardıb. O da məlumdur ki, ötən il İranda keçirilən prezident seçkilərində Qasimiyan Məsud Pezeşkiyanın deyil, Səid Cəlilinin namizədliyini qətiyyətlə müdafiə edib. Bununla əlaqədar etdiyi çıxışda o, Pezeşkiyanın ətrafında olan insanların xaricə bağlı olduğunu iddia edib. Digər tərəfdən, Qasimiyan İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla da yaxın əlaqələrə malikdir. Hələ 2020-ci ildə Qalibaf verdiyi xüsusi sərəncamla Qulamrıza Qasimiyanı məclisin kitabxanası, muzeyi və arxivinin direktoru vəzifəsinə təyin etmişdi. Daha əvvəl sosial mediada yayılmış bir videoda Qasimiyanın aralarında Qalibafın da olduğu bir qrup insan qarşısında muğamat oxuduğu öz əksini tapıb. Geniş diqqət çəkən
edilən həmin videoya İranlı istifadəçilərdən biri belə bir şərh yazıb. Əgər Axund oxusa haram deyil, amma köhnə İran xanəndələri və xarici müğənnilər oxusa haramdır. Təəssüf, çox təəssüf. Nə vaxta qədər bu xurafatı din adına cahil cəmaata sırayacaqlar. Qasimiyanın həbsinə maraqlı reaksiyalardan birini də tanınmış jurnalist Xəlilullah Bəluçi verib. O, sosial şəbəkə hesabında yazıb. Bir neçə saat əvvəl Mədinədə Səud nəslinin süqutunu arzulayan və imam zamanı gözləyən Höccətül İslam Qulamrıza Qasimiyan polis tərəfindən saxlanıb. Ona başa salacaqlar ki, Ərəbistan bu cür illüziyalar üçün münasib məkan deyil. Bu xəyalla yaşayan sonuncu şəxs Şeyx Nimr olub. Burada jurnalist Səudiyyə Ərəbistanında Şiə azlığın lideri kimi İranın maraqlarına xidmət edən Şeyx Nimrə işarə edib. Məhz onun Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin qərarı ilə edam edilməsindən sonra bu ölkənin İrandakı diplomatik nümayəndəliklərinə yuxarıda qeyd olunan hücumlar baş vermişdi. Əlbəttə, sosial şəbəkələrin İran segmentində Qulamrıza Qasimiyanın həbsdən qurtulması və sağ-salamat vətənə qayıtması üçün dua etməyə çağıranlar, İran Xarici İşlər Nazirliyinin dərhal bu məsələyə müdaxilə etməsini istəyənlər də olub. Amma üstünlük təşkil edən fikir, Qasimiyanın həbsinə səbəb olan çıxışının İran-Səudiyyə Ərəbistanı münasibətlərini yenidən korlamağa çalışan qüvvələrin mövqeyini ifadə etməsidir. Həmin qüvvələr isə Qasimiyanın əlaqələrindən aydın olduğu kimi İran hakimiyyətinin ən yüksək pillələrində təmsil olunub. Bu kontekstdə İranın qonşuları, o cümlədən də Azərbaycan Respublikası rəsmi Tehranın region ölkələri ilə mehriban münasibətlərin tərəfdarı olduğu barədə bəyanatlarına ehtiyatla yanaşmalıdır. Çünki radikal dairələr istənilən an əlaqələrə müdaxilə edib, bir təxribatla böyük diplomatik səylər hesabına əldə olunan müsbət nəticələri heçə endirə bilər.